Salam, hər vaxtınız xeyir. 77-ci sual izahı ilə davam edirik. Deyir, ümumi formulu CaH2A-2 olan maddə molekulunda 16 hidrogen atomu olarsa, həm molekulda olan neytron sayını hesablayın. Yazırıq ki, 2A-2 bərabərdir 16. 2A bərabərdir 18. A bərabər 9. C9H16'dır formul. Bilirsiniz ki, bir karbon atomu üçün 6 dənə neytron var. Çünki baxın burada özü 12, 6, 12 ümumi nisbi molekul kütləsi 6 proton, 6 dənə də neytron var. 6 vuraq 9. Hidrogen de neytronu 0'a bərabərdir. 6 vuraq 9 bərabərdir 54. Ümumi 54 neytronu var. Doğru cavab B bəndə.